Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız DİM 9 illik test saytindən say haqqındadır. Birinci sual. Səhv yazılmış sıra saylarını müəyyən edin. Demək, burada verilən sayların hamısı sıra saylardır. Birinci Rom rəqəminə yazılıbdır və Rom rəqəminə yazılanda yanında heç bir şəkilçi olmamalıdır. Ona görə bir səhvdir. İkincinin yazılışı düzdür. Üçüncü düzdür. Dörddə yenə yanında heç bir hərf, ixtisar şəkilçi olmamalıdır. Beşinci də yenə onun kimi olmamalıdır. Demək cavabımız olmalıdır 1, 4, 5 B variantı. İkinci sual. Qeyri-müəyyənlik bildirən miqdar saylarını müəyyən edin. Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir. 1'ə 1000 bu say deyil. Elə bil bir sayına yönlü kal şəkilçisi artırılaraq defisdən yazılıb başqa say əlavə olunursa, bu zərfdir. Məsələn, gəlin cümlədə də işlədək. Məhsul 1'ə 1000 çoxaldı. Belə bir şey desək, burada artıq 1'ə 1000 hərəkətlə bağlıdır və zərf kimi işlənmiş olur. Biri çıxaq. 5-ci sıra sayıdır. 2-yi də çıxaq. Azacıq qeyri-müəyyən miqdar sayıdır. Az sayından azacıq say əmələ gəlir. 70 müəyyən miqdar sayıdır. Çıxaq. Yüzlərcə qeyri-müəyyən miqdar sayıdır. 100 sayından yüzlərcə qeyri-müəyyən miqdar sayı əmələ gəlir. Axırıncı sıra sayıdır. 10-15 də qeyri-müəyyən miqdar sayıdır. Cavabımız olmalıdır A variantı 3, 5 və 8. Üçüncü sual. Qeyri-müəyyənlik bildirən miqdar saylarını müəyyən edin. A variantında 5-ci sıra 2000 müəyyən miqdar sayı, çox qeyri-müəyyən miqdar sayıdır. B variantında 5 müəyyən, xeyli qeyri-müəyyən miqdar sayı, 2də 1 kəsir sayıdır. C variantında 5də 2 kəsir, 14 müəyyən, az qeyri-müəyyən miqdar sayıdır. D variantında 10, 100 müəyyən miqdar sayıdır, yüzlərcə qeyri-müəyyən miqdar sayıdır. Y variantında minlərlə az, xeyli, hər cür qeyri-müəyyən miqdar sayıdır. Cavabımız olmalıdır Y variantı. Dördüncü sual. Müəyyənlik bildirən miqdar saylarını müəyyən edin. 1, 2, 3 bunlar müəyyəndir, az, çox qeyri-müəyyəndir. B variantında az, xeyli, çox, qeyri-müəyyəndir. Bizə müəyyənlik istəyir. Bizə 10 burada müəyyəndir. 5, 30, 50 min C variantındakı sayların hər biri müəyyənlik bildirən miqdar saylardır. 5-ci sual. Hansı saylar düzəltmədir? 1000 sayından minlərcə say əmələ gəlir. Düzəltmədir. 7-dən 7-ci əmələ gəlir. Düzəltmədir. 19-cu iki söz birləşib bu mürəkkəbdir. Xeyli sadədir. Ondan onlarla əmələ gəlir. Düzəltmədir. 1, 2, 5 cavabımız olur D variantı. 6. Birim nümerativ sözlərlə işlənə bilmir. Demək, numerativ sözlərdən işlənən saylar əsasən müəyyən miqdar saylardır. Bir də qeyri-müəyyən miqdar saylarından 5, 6, 7, 8, 1, 2 bu tipli saylar işlənə bilir. Burada demək, yüzlərlə qeyri-müəyyən miqdar sayı numerativ sözlərdən işlənə bilmir. Yerdə qalanları işlənə bilər. 7-ci sual. Bir numerativ sözlərlə işlənə bilmir. Burada da 20, 5, 6, 39 işlənə bilər, minlərlə işlənə bilməz. 8-ci sual. Qeyri-müəyyən miqdar sayı işlənməyən cümləni müəyyən edin. İclasda çoxlu adam. Burada çoxlu sözü qeyri-müəyyənlik bildirir və isimlə bağlıdır. B variantında xeyli sayı var, amma xeyli, daha doğrusu xeyli sözü var. Burada xeyli qeyri-müəyyənlik bildirən say deyil. Çünki xeyli sözü burada yüksəkdədir. Xeyli yüksəkdədir. Xeyli yüksək. Elə bil ki, xeyli sözü hərəkətə aid olanda və sifətə aid olanda burada say kimi yox, zərf kimi işlənmiş olur. C variantında uşaq çox ağıllı cavablarla hamının diqqətini cəlb etdi. Çox ağıllı. Burada da çox sözü qeyri-müəyyən miqdar sayı deyil. Çünki sifətin əvvəlində işlənib, ədad kimi işlənir. Burada demək cavabımız həm B variantı uyğun gəlir, həm C variantı. Minlərlə qeyri-müəyyən miqdar sayıdır, bir sıra qeyri-müəyyən miqdar sayıdır. 9-cu sual. Miqdar sayının işləndiyi cümlə. A variantında çox sözü feildən bağlı olduğuna görə zərfdir. B variantında minlərlə göz, minlərlə qeyri-müəyyən miqdar sayıdır. Cavabımız B variantıdır.
C variantında onlarla ehtiyatlı olmaq lazımdır. Kimlə? O sözün kökü n bitişdiricidir. Lar cəm şəkilçisidir. Lada ilə qoşmasıdır. D variantında biri çoxdan bizə göz qoyurdu. Biri sözünü kimsə sözündən əvəz eləyə bilirsə əvəzlikdir. Çoxdan da çox sayından əmələ gələn çoxdan zərfidir. Y variantında yenə çoxdan, nə zaman çoxdan, ondan da ki o əvəzlikdir, n bitişdirici dan çıxışlı hal şəkilçisidir. Demək cavabımız olur B variantı. 10-cu sual. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənmişdir? Mən bugün xeyli yorulmuşam. Xeyli sözü feildən bağlıdır və zərfdir. Onların dedikləri tezliklə nəzərə alınacaqdır. Burada da yoxdur. Üçüncü. Demək burada üçüncü sıra saydı. D variantında liseyə qəbul olmaq istəyənlər üçün ərizə verənlərin sayı çoxdur. Nə qədərdir? Çoxdur. Bax, burada çox qeyri-müəyyən miqdar sayıdır. Bizə 10 kitab lazımdır, 10 müəyyən miqdar sayıdır. 11. Say işlənməmiş cümlə hansıdır? Bir mən bilirəm, sən nələr çəkirsən. Baxın, burada bir var, amma bir burada say deyil. İki mən bilirəm deyə bilərikmi? Yox. Bir sözü say və ədat kimi işlənir. Əgər başqa bir saydan əvəz eləyə biliriksə saydır. Yox, əvəz eləyə bilmiriksə ədatdır. Azacıq, az sayından azacıq say əmələ gəlir. 7 yenə saydı, bircədə, 7cə və bircə sözlərində 7 bir saydı, C ədatdır. Əsas odur ki, say işlənibdir. Ora xeyli adam gəlmişdi, xeyli isimlə bağlı olanda say olur. Cavabımız olur A variantı. 12. Hansı cümlədə say işlənmişdi? Salonda adam çoxaldı. A variantında yoxdur. A variantında çox sözündən çoxalmaq feil əmələ gəlibdir. Kərim, sən nə qədər kitab aldın? Burada da yoxdur. Nə qədər say deyil, sayın sualıdır. Burada heyvanlar çoxdur. Nə qədərdir? Çoxdur. Bax, bu çox nədir? Saydır. Azlıq çoxluğa tabidir. Azlıq və çoxluq sözləri az və çox sözlərindən əmələ gələn isimlərdir. Onlar dağ yolu ilə xeyli getdilər. Xeyli burada feildən bağlı olduğuna görə zərfdir. Cavabımız C variantıdır. 13-cü sual. Hansı cümlədə say işlənmişdir? Sən neçə pozuntu halı müşahidə etdin? Burada say yoxdur, neçə sayın sualıdır. 10-cular tədbirdə fəal iştirak etdi. 10-cu nədir burada? Saydır. Elə bizdən məna növünü istəmir, eləcə say istəyir. Demək cavabımız B variantıdır. Ovçu gördüklərini bir-bir danışdı. Bax, burada bir-bir nədir? Eyni sözün təkrarından əmələ gələn bir-bir olur zərf. Bircə bu iş görünməyib. Bircə sözünü yalnızdan, ancaqdan əvəz eləyə bilirsə, demək ki, ədatdır. Birincisindən sonra vergül qoyulub, bu da modal sözdür. 14-cü sual. Cümlələrin birində say həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmişdir. Yer səsinin 3/2-sini, baxın 3/2-sini sözündə iki sözün kökü s bitişdirici, birinci i mənsubiyyət şəkilçisi, n bitişdirici növbəti i də təsirli hal şəkilçisidir. Demək, A variantındakı say həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul edilibdir. Onları axırıncı sırada əyləşdirdilər. Axırıncı, bu sıra saydır. Başqa heç bir şəkilçisi yoxdur. Fikirlərdən yalnız biri doğru hesab edilir. Biri saydı, orada mənsubiyyət şəkilçisidir, hal yoxdur. 9-cuların hal var, mənsubiyyət yoxdur. Bir neçə gündürdü, bir neçə saydı, amma üzərində heç bir hal və yaxud da ki, mənsubiyyət şəkilçisi yoxdur. 15-ci sual. Hansı cümlədə say işlənmişdir? Bizim dağlarda dərman bitkiləri çoxdur. Nə qədərdir? Çoxdur. Bax, elə burada çox nədir? Saydır. Qohumlar məclisə birgə getdilər. Burada bir sayından birgə zərf əmələ gəlibdir. Onunla bu barədə danışmaq çətin bir iş deyil. Burada bir ədatdır, çətin iş. Çətin iki iş deyil, belə deyə bilmərik. Sıradakı əskərləri bir-bir saydılar, bir-bir bayaq dediyim kimi zərfdir. Qatar stansiyada çox dayandı, çox feildən bağlı olanda zərf olur. 16. Hansı cümlədə say işlənmişdir? Torpaqlarımızın azadlığı naminə birləşməliyik. A-da yoxdur. A-da bir sayından birləşmək feil əmələ gəlir. Yığıncağa gələnlər çoxdur. Bax, bu çoxdur nədir? Saydır. Biz birlikdə daha güclü olarıq. Bir sayından birlik ismindən birlikdə zərf əmələ gəlibdir. Biri dediyini digəri qəbul etmir. Yəni kimsə dediyini kimsədən əvəz edə bilirsə, bu nədir?
demək ki, əvəzlikdir. Hava birdən-birə sərtləşdi, birdən-birə zərfdir. Cavabımız oldu B variantı. 17. Sıra saylarından ibarət cərgəni müəyyən edin. Elə A variantında sıra sayında demək öncə şəkilçisi olmalıdır. 18. Hansı cümlədə numerativ söz düzgün işlənməmişdir? Onun 2 dənə qardaşı. Burada demək dənə sözü numerativ sözdür, saydan ismin arasında işlənibdir və düzgün deyil. İnsan anlayışı bildirən sözlərdən dənə yox, nəfər işlənməlidir. 5 nəfər kişi düzgündür, 3 dənə qələm düzgündür, 2 cüt ayaqqabı düzgündür, 1 dəst kostyum da düzgündür. 19. Hansı cərgədə müəyyən miqdar sayı yoxdur? A variantında hər ikisi müəyyən miqdar sayıdır. B variantında da həmçinin. C variantında 6 müəyyən miqdar sayıdır. D variantında 1. Y variantında heç biri qeyri-müəyyən miqdar saylardır. Müəyyən miqdar sayları deyirlər. 20. Hansı sıra bütünlüklə qeyri-müəyyən miqdar saylarından ibarətdir? A variantında 5 müəyyəndir. B variantında 5'də 2 kəsirdir, 14 müəyyəndir. C variantında minlərlə az xeyli. Bax, bunların hər üçü nədir? Qeyri-müəyyən miqdar sayıdır. 21. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənib? Biri əyilib kəlmə nəsə dedi. Kimsədən əvəz eləyə biliksə əvəzlikdir. Bizimki onlarla tutmaz. Yoxdur burada da. Onlarla ehtiyatlı olmaq lazımdır. Onlarla yenə əvəzlikdir. Onlarla adam intizarla onu gözləyir. Nə qədər adam? Onlarla. 10 sayından onlarla sayı əmələ gəlir. Çoxdan ondan xəbərim yoxdur. Çoxdan zərfdir. 22. Cərgələrin biri qeyri-müəyyən miqdar saylarından ibarətdir. A variantında 20 olmaz. B variantında bizə çoxdur. C variantında heç yoxdur. D variantı cavabımız. Xeyli bir qədər 5-6 hamısı nədir? Qeyri-müəyyən miqdar sayıdır. 23. Yalnız biri say kimi işlənə bilər. Verilənlərdən bir dənə çoxdur say kimi işlənə bilən. Azlıq isim, çoxluq isim, çoxalmaq feil, azdan çoxdan da zərfdir. 24. Sıra saylarının yazılışında səhvə yol verilmişdir. 5-ci, burada in olmamalıydı, biri götürək. 2 düzgündür, 3 düzgündür, 4-də bu şəkilçi olmamalıydı, 5-də də yenə şəkilçi olmamalıydı. 1, 4, 5 cavabımız C variantıdır. 25. Yalnız birindən sonra numerativ söz işlənə bilər. Burada bir dənə 5-6 qeyri-müəyyən miqdar sayla işlənə bilər, digərlərindən yox. 26-da da yenə o tip sualdır. Burada da cavabımız olmalıdır. C variantı 1-2. 27-də də yenə o tipdir. Burada da B variantıdır cavabımız. 28-də deyir cümləsində işlənmiş say 12, 13. Bu nədir? Qeyri-müəyyən miqdar sayıdır. Cavabımız Y variantıdır. 29 yenə sayı istəyir. 2'də 1. 2'də 1 də nədir? Kəsir sayıdır. Cavabımız B variantıdır. 30. Sayların qrammatik mənası hansı dərəcədə düzgün göstərilib? Demək, say nə bildirir? Əşyanın miqdarını və sırasını bildirir. Cavabımız A variantıdır. 31. Sayın əsas sintaktik vəzifəsi əsasən cümlədə isimlə bağlı olduğuna görə, ismin əvvəlində işləndiyinə görə təyin vəzifəsində işlənir. 32. Bir damcı dərman. Burada damcı saydan ismin arasında işlənib. Demək ki, numerativ sözdür. 33. Az, çox, xeyli, yüzlərcə sözlərin sayın mənaca hansı növünə aiddir? Əlbəttə ki, qeyri-müəyyən miqdar saylardır. 34. Hansı saylar düzəltmədir? Ondan 10-uncu əmələ gəlir düzəltmə. 100-dən yüzlərlə əmələ gəlir düzəltmə. Ondan onlarca əmələ gəlir düzəltmə. 3'də 1 mürəkkəbdir, xeyli sadədir. Cavabımız olmalıdır 1, 2, 3. Y variantı. 35. Hansılar say deyil? 7'lik isimdir, say deyil. 7-ci, 7'dən 7-ci əmələ gəlir. Saydır. Bir dəfəlik say deyil. Məsələn, bir dəfəlik 7'lər zərfdir. Birgə zərfdir. Onunla bizdən nə istəyir? Bizdən say olmayanlar istəyir. Hə, say deyil. Demək 7-ciyi çıxaq, 2'yi çıxaq, azacıq çıxaq. Yerdə qalan 1, 3, 4, 5 bax bunlar say deyil. 36. İsmi yerində işlənə bilən sayın xüsusiyyəti kimi göstərilənlərdən biri səhvdir. İsmi yerində işlənən say, yəni ismi aid xüsusiyyətlər qəbul eləsin. Cəmlənə bilir, mənsubiyyət şəkilçisi qəbul eləyir, hallanır, mübtədə tamamlıq olur, amma isimləşibsə artıq cümlədə təyin olmaz. 37. Hansı cümlədə sayın yazılışında səhvə yol verilmişdir? Saat 6'da bu düzgündür. 17 düzgündür. 8-ci düzgündür. 90-cı düzgündür. Amma Rum rəqəmindən sonra heç bir şəkilçi olmamalıdır. Ona görə cavabımız olur Y variantı.
38. Hansı sayıların yazılışında səhvə yol verilmişdi? Milyon, milyard düzdür. 80, 90 düzdür. 60'da arada ö olmamalıdır. 56'da da 56 formasında olmalı. Demək cavabımız olmalıdır. C variantı. 39. Hansı cümlədə sayın yazılışında səhvə yol verilməmişdir? 60 60 olmalıdır. Arada ö olmamalıdır. Səhvdir. Yüzlərlə olmalıdır. Səhvdir. 80'i olmalıdır. Səhvdir. 88-ci bu düzdür. 1943 bu ün olmamalıdır. Demək cavabımız olur D variantı. 40 qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir? Çox bilib az danışmaq. Çoxdur, azdır. Burada hərəkətlə bağlıdır, zərfdir. B variantında çox mərtəbəli tərkibində çox var, amma sifətlə birləşib bu sifətdir. 8-ci sıradır. Bir sıra nədir? Bax, bir sıra qeyri-müəyyən miqdar sayıdır. Birdən min də bunlar müəyyən miqdar sayıdır. 41. Birində say işlənmişdir. Az getdi, uz getdi, dərə təpə düz getdi. Az burada hərəkətlə bağlıdır, feildir. Çox B variantında çox danışmadı. Çox hərəkətlə bağlıdır, feildir. Az olsun, az sözü olmaqla birləşib feildir. D variantında xeyli məsləhətləşməklə bağlıdır, feildir. Çox adam, çox burada isimlə bağlı demək nədir? Saydır. Cavabımız olur Y variantı. 42-ci sual. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı ilə isim arasında numerativ söz işlədilə bilər? Demir işlənibdir, işlədilə bilər. Biz bağda xeyli ağac əkdik. Xeyli qeyri-müəyyən miqdar sayında işlənə bilməz. O qədər kitabı necə oxumusunuz? O qədər qeyri-müəyyəndir, amma numerativdən işlənə bilməz. Bir çox qeyri-müəyyəndir, numerativdən işlənə bilməz. Bir sıra qeyri-müəyyəndir, yenə işlənə bilməz. 5-6 tələbə, 5-6 nəfər tələbə deyə bilərik. Cavabımız olur Y variantı. 43. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı ilə isim arasında numerativ söz işlənilə bilər? Qeyri-müəyyən deyirsə 5, 6, 7, 8 bu tipli sayılara baxmalıyıq. Burada da 6, 7 köməkçi. 6, 7 nəfər köməkçi. Cavabımız A variantıdır. 44. Hansı cümlələrdə say işlənmişdir? Az danışmaq, az söz feildən bağlıdır. Bu zərfdir. Biri çıxaq. Vətənin bir qışı. Vətənin bir qışı. Burada bir saydı. Çox gülən. Gülən feildir. Çox söz feildən bağlıdır. Zərfdir. 40 il. 40 saydı. 2 qoç, 2 saydı. 2, 4, 5 cavabımız olmalıdır. C variantı. 45. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Sayın hər iki mənin növünə aid nümunə. Yəni həm miqdar sayı olsun, həm də sıra sayı olsun. 2 kişi danışanda üçüncüsü, 2 miqdar sayıda üçüncü sıradır. Ona görə biri götürək. Bir buğda əkməsən, min buğda biçməzsən. Birdən min eyni məna növünə aiddir. 2'yi çıxaq. 2'yi çıxdıq. Biri götürdük. Sayın yalnız bir məna növünə aid nümunə. Bir əldə 2 qarpız tutmaq olmaz. Bax, elə bunu götürürük. 1, 2. İkisi də müəyyən miqdar sayıdır. Çox bilib az danışmaq igidin ləngəridir. Burada ümumiyyətlə say yoxdur. Çox az sözləri burada hərəkətlə bağlıdır. 1-dən 3-dür cavabımız C variantı olur. 46. Verilmiş cümlə əsasında doğru fikirləri müəyyən edin. Sayın hər iki məna növünə aid nümunə işlənmişdir. 3 il. 3'ü götürərik. 3 yəni miqdar sayıdır. 3-cü də sıra sayıdır. Biri götürək. Sonra qurulursa həm sadə, həm də düzəltmə sayı var. 3 sadədir, 3-cü düzəltmədir. 2'yi də götürək. Numerativ sözdən istifadə edilmişdir. Xeyr, burada numerativ söz yoxdur. Müəyyən miqdar sayı qurulursa sadədir. 3 müəyyən miqdar sayıdır və qurulursa sadədir. Yalnız sıra sayı ismə aiddir. Burada 3 müəyyən miqdar sayı il isminə aiddir. Demək, 3-cü sıra sayı da kurs isminə aiddir. Yəni, yalnız sıra sayı yox, hər ikisi ismə aiddir. Cavabımız olur B variantı 1, 2, 4. 47. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Ortaq cəhətlər. Sayların quruluşca növləri fərqli olsa da, mənaca növləri eynidir. Baxaq. 4-cü düzəltmədir, 35 mürəkkəb. 46, bir də 50. Deyir ki, mənaca növləri eynidir. Məsələn, birinci cümlədə sıra sayı var, amma ikinci cümlədə sıra sayı yoxdur. Ona görə birinci fikri ortaq cəhət kimi götürə bilmərik. Mürəkkəb müəyyən miqdar sayı işlənmişdir. Birincidə 35, ikincidə 46.
Bəli, 2 ortaqdır. 2'yi götürürük. Ortaq cəhət deyil. Sayın hər iki məna növünə aid nümunə var. Birinci cümlədə 4-cü sıra 35-də miqdar. Amma ikinci cümlədə sıra sayı yoxdur. 3 demək ortaq deyil. 3'ü götürürük. Miqdar bildirən say var. İkisində də 35, 46, ikisində də miqdar var. Quruluşca düzəltmə olan say sıra bildirir. Quruluşca düzəltmə olan say. Bu ortaq deyil. Çünki ikincidə sıra yoxdur. 2, 3, 5 cavabımız olur B variantı. 48. Yerinə görə numerativ söz kimi işlənə bilən ifadələri müəyyən edin. Vaqon olar. Məsələn, bir vaqon kartof. Səma olmaz. Bir udum su. Yəni sayla ismin arasında işlədə bildiklərimizi götürürük. Bir göz otaq. Bir ton buğda. Bir səhəng su. Məsafə olmaz, güzgü olmaz. 1, 3, 4, 5, 6 cavabımız olur A variantı. 49. Euler Venn diaqramındakı səhvləri düzəltmək üçün qarşısında hansı rəqəmlər yazılmış ifadələrin yerini dəyişmək lazımdır. 5'iniz bir də çox. Hansıların yerini dəyişmək lazımdır deyir. Demək, ismə aiddir. 5'iniz sözü ismə aid deyil. Amma çox sözü ismə aiddir. Çox sözü ismə aiddir. Demək, birin yerini dəyişərik. İndi görək birin yerini birə aid nə verib? Məsələn, 1, 5, 1, 3 var, bir də 5 var. 5'ə baxaq. İsmin xüsusiyyətini daşıyır. Bu 5'iniz sözünə aiddir. Çünki 5 sözün kökü iniz mənsub bir şəkilçisi. İsmin xüsusiyyətini daşımaq o deməkdir ki, ismə aid cəm, hal mənsub bir şəkilçisi qəbul eləsin və yaxud da ki, cümlədə mübtəda vəzifəsində işlənsin. 1-dən 5'in yerini dəyişərik. 1-dən 5'in 1, 5. Daha sonra adlı halın sualına cavab verir. 5'iniz kim 5'iniz? Bəli. Kim sualına cavab verir? 2 düzgündür. 2'nin yerini dəyişmirik. 2 olanları çıxaq. Çünki 2'nin yerini dəyişməyəcək. 1'dən 5'in yerini dəyişdik. Sayın sualına cavab verir. 5'iniz ismin sualına cavab verir. Sayın sualına cavab verən çox sözdür. Ona görə 3'ün yerini dəyişməliyik. 3'ün yerini. 3'ün yerini miqdar sayıdır. 5'dən çox, ikisi də miqdar sayıdır. Müəyyən, qeyri-müəyyən, 5'iniz müəyyəndir, çox qeyri-müəyyəndir, amma əsas odur ki, ümumilikdə ikisi də miqdardır. 3'dən də 4'ün yerini dəyişməliyik. Demək, 1-dən 5'in 3'dən 4. 1, 5, 3, 4 cavabımız olmalıdır B variantı. 50-ci sual. Cümlədə işlənmiş saylarla bağlı Euler Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Müəyyən miqdar sayları işlənmişdir. A variantındakı cümlədə 1000, 1 müəyyən miqdar saylardır. Amma ikinci cümlədə müəyyən miqdar sayı yoxdur. Ona görə 1 düzdür. Sayılar quruluşuna görə sadədir. 1000'dir, 1'dir, sadədir. Amma ikinci cümlədə də çox az, bunlar da sadədir. 2 demək ortaq olmalıydı. Ona görə 2 olan cavabımızı çıxaq. Qeyri-müəyyən miqdar sayları cümlənin xəbəridir. Qeyri-müəyyən miqdar sayları ortaq veribdir. Baxaq. Azdır, çoxdur. Aha. A variantında azdır, çoxdur, qeyri-müəyyən miqdar saylardır və xəbərdir. Söz çeynəyən çox, söz deyən az. Nə qədərdir çoxdur, nə qədərdir azdır. Burada da yenə qeyri-müəyyən miqdar sayları xəbər vəzifəsindədir. Demək, 3 ortaq tərkisi üçün 3'ü götürürük. Cümlədə sıra sayı var. Xeyr, sıra sayı yoxdur. 4'ü çıxaq. Yalnız qeyri-müəyyən miqdar sayı işlənmişdir. Birincidə müəyyən miqdar sayı da var. B variantında bəli, çoxdan az. Bunlar nədir? Qeyri-müəyyən miqdar saylardır. 1, 3, 5. 6'da 3-cü şəxsin təkinin xəbərli şəkilçisi qəbul etmiş saylar var. 3-cü şəxsin təkinin bu ikisi birincidədir. Azdır, çoxdur. İkincidə yoxdur. Yəni ikincidə ixtisar olunubdur şəkilçi. 1, 3, 5'dir cavabımız B variantı. 51-ci sual.
Vermiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Say işlənmişdi, say işlənməmişdi. Çox yaşayan çox bilməz, çox gəzən çox bilər. Birinci cümlədə çox sözün hamısı feildən bağlı. Demək orada say yoxdur. Biri çıx. Çox aş. Çox sözü aş isminlə bağlı. Demək ki saydı. 2'yi götürək. Çox ağac. Çox sözü isimlə bağlıdır. Saydı götürək. İndi say işlənməmişdi. Çox bilən quş dimdiyindən təliyə düşər. Burada çox sözü feildən bağlı. Demək say deyil. Zərfdir. Az bilmək az da say deyil. Feildən bağlıdır. Zərfdir. Çox əli işdə gör. Çox əl ismindən bağlıdır. 2, 3, 4, 5 cavabımız B variantıdır. 52. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Uyğun, düzgün fikirlər. Yəni yalnız miqdar sayı işlənmişdi. Adam 1000 ağacını udar. 1001. Bunlar nədir? Miqdar sayıdır. İkinci cümlədə istəyirsən səninlə dost olum, çox ye. Burada çox zərfdir. Qocanın üzü birdən-birə sevinclə parladı, birdən-birə zərfdir. Miqdar sayı işlənən buradan birinci cümlədir. Ona görə 2'yi və 3'ü çıxırıq. Həm miqdar, həm də sıra sayı. Görünüşündən ona 50 yaş ancaq vermək olardı. 50 miqdar saydı, amma sıra sayı yoxdur. 5-ci cümlədə bir qədər miqdar saydı, ikinci sıra saydı. Cavabımız olur D variantı 1-5. 53. Hansı fikirlər hər iki cümlə üçün ortaq hesab edilə bilməz? Hər iki cümlə üçün ortaq hesab edilə bilməz. Birinci fikrə baxaq. Qeyri-müəyyən miqdar sayı işlənmişdi. Məsələn, birinci cümlədə bir neçə qeyri-müəyyən miqdar sayıdır. İkinci cümlədə 30-40 qeyri-müəyyən miqdar sayıdır. Birinci fikir hər ikisi üçün ortaqdır. Biri çıxaq, biri çıxdıq. Sonra ikinci fikir, leksik şəkilçili say var. Leksik şəkilçili say. Məsələn, birinci cümlədə birinci var. Birinci cümlədə birinci. İkinci cümlədə amma yoxdur. Ona görə 2 ortaq hesab oluna bilməz. 2'yi götürək. Qeyri-müəyyən miqdar sayı qurulursa mürəkkəbdir. Birincidə bir neçə, ikincidə 30-40. 3 ortaqdır, götürmürük. Müəyyən miqdar sayı var. Demək, ikinci cümlədə ikimizin müəyyən miqdar sayıdır, amma birincidə müəyyən miqdar sayı yoxdur. 4'ü götürək. Sıra sayı işlənmişdi. Birinci cümlədə birinci sıra sayıdır, amma ikinci cümlədə sıra sayı yoxdur. Demək, cavabımız olmalıdır. D variantı 2, 4, 5. 54. Verilmiş cümlədə nöqtələrin yerinə hansı sayılar yazılsa cümlədə qrammatik səhv olmaz. Tural məktəbdə özünə çox dost tapmışdı. Çoxdan sonra gələn isim təhdid ola bilər cəmlədə. Ona görə çox yaza bilərik. Xeyildən sonra gələn təhdidədir. Ona görə xeyil də yaza bilərik. Bir çox, bir sıra. Bunlardan sonra gələnlər mütləq cəmdə olmalıdır. Ona görə yaza bilmərik. Bir neçə dost, bunu da yaza bilərik. Demək, cavabımız 1, 2 və 4 olur. Bugünkü test izahımız bu qədər. Sağ olun. Növbəti izahlarda görüşürük.